Servis proqram təminatına aid olmayanları seçin. Sol tərəfdə diqqət edək. Sistem proqramları baza və servis olmaqla iki yerə ayrılır və bizdən sırf bura soruşur servisə aid olmayanlar. Servisə aiddir kompüterin diaqnostika proqramları, antiviruslar və utilitlər. Məsələn, sırayla başlayıram. Bir əməliyyat sistemləri bu sistem proqram təminatının baza hissəsinə aiddir. Yəni, servisə aid deyil. Antivirus proqramları bu servisə aiddir. Utilitlər bu servisə aiddir. Proqram kompleksləri bu servisə aid deyil. Proqram kompleksləri ümumiyyətlə instrumental proqramlara aid hesab olunur. Bu instrumentaldır. Növbəti texniki xidmət proqramları bu servisə aiddir. Texniki xidmət proqramları diaqnostika proqramlarına deyilir. Şəbəkə əməliyyat sistemləri bu servisə aid deyil. Bu sistem proqramının baza hissəsinə aiddir. Hansılar servis proqramına aid deyil? Doğru cavab 1, 4, 6.